Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Afrikanın və Avstraliyanın relyefi ilə bağlı olacaq. İlk öncə biz Afrika materikindən başlasaq, Afrika materikinin sahəsi təqribən 30 milyon kvadrat kilometrdir və sahəsinə görə dünyanın ən böyük ikinci materiki hesab olunur. Avrasiya materiki 4 yarımkürədə yerləşir. Çünki ekvator xətti bu materikin təqribən tam mərkəzindən keçdiyi üçün bir hissəsi şimal, bir hissəsi isə cənub yarımkürəsinə düşür. Həmçinin Greenwich meridianı materiki kəsdiyi üçün həm şərq, həm də qərb yarımkürələrində yerləşərək 4 yarımkürədə yerləşən materikdir. Afrikanın biz ucqar nöqtələrinə baxsaq, Afrikanın ucqar nöqtəsi şimalda Tunis ərazisində yerləşən Bensekka, cənubda Cənubi Afrika Respublikası ərazisində yerləşən İynəburnu, şərqdə Somali ərazisində yerləşən Ras Həfon, qərbdə isə Senegal ərazisində yerləşən Almadi burunlarıdır. Afrikanı biz relyef baxımından iki hissəyə bölə bilərik. Alçaq Afrika və yüksək Afrika. Buna keçməmişdən öncə Afrika ilə Avrasiyanı ayıran sərhədlərə də baxaq. Afrika ilə Avrasiyanı ayıran sərhədlərə Cəbəli Tariq boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz və Babəlməbəd boğazını nümunə göstərə bilərik. Biz yüksək alçaq Afrika dedikdə Afrikanın şimal hissələrini və Afrikanın qərb hissələrini nəzərdə tutacağıq. Yüksək Afrika dedikdə isə Afrikanın şərq və cənub hissələrini nəzərdə tuturuq. İlk öncə Afrikanın şimalına baxsaq, Afrikanın şimalında cavan dağlardan olan Alp-Himalay qırışıqlıq hissəsinə aid olan, geosiklinal zonasına aid olan Atlas dağları nümunə göstərə bilərik. Atlas dağları cavan dağlardır. Kaynazo erasında Alp qırışıqlığında yaranmışdır. Ən hündür zirvəsi Tupkal zirvəsidir. Hündürlüyü 4165 metr. Afrikanın şimal hissəsi əsasən burada ən böyük sahə tutan ərazi Böyük Səhradır. Bildiyimiz kimi həmçinin burada Liviya səhrasını da biz nümunə göstərə bilərik ki, buranın əsas belə deyək səhraları hesab olunur. Və Böyük Səhra ərazisində biz Əhəqqar yaylası, Tibesti yaylası, Darfur yaylası kimi əraziləri nümunə göstərə bilərik. Həmçinin burada küləklərin fəaliyyəti çox olduğu üçün burada şahid dağlar yaranır. Həmçinin küləklərin təsiri nəticəsində burada eol relyef formaları olan duyunlar, barxanlar, qum təpələri çox geniş formada yayılmışdır. Biz Afrikanın qərb hissəsinə diqqət yetirsək, Afrikanın qərb hissəsi də əsasən düzənlik ərazilərdən ibarətdir. Deməli, qərb hissədə biz burada nümunə kimi göstərə bilərik çayların fəaliyyətini. Tutaq burada Senegal çayı, Niger çayı, həmçinin Kongo çayı, bu kimi çaylar bu ərazidə belə deyək, müəyyən çökmə suların və akkumulyativ düzənliklərin əmələ gəlməsinə şərait yaradır. Həmçinin bu ərazidə çayların fəaliyyəti nəticəsində belə deyək, çayların yaratdığı relyef formaları, yəni estuarilər, deltalar, həmçinin meandrlar, xüsusən Kongo çayı üzərində biz çoxlu şəlalə və astanaların olduğunu görə bilərik. Bu ərazidə həmçinin belə deyək, fəaliyyətdə olan vulkan olan Kamerun vulkanı da bu ərazinin əsas fəaliyyətdə olan vulkanlarına nümunə ola bilər. Həmçinin biz Afrikanın belə də yüksək Afrikaya keçid etsək, yüksək Afrika dedikdə biz burada Afrikanın qərb hissəsini, şərq hissəsini və cənub hissəsini nəzərdə tuturuq. Afrikanın şərq hissəsində biz ilk öncə Şərqi Afrika sınma zonasından danışa bilərik. Bildiyimiz kimi Şərqi Afrika sınma zonası materik tipi havaların ayrılması nəticəsində baş verən böyük bir sınmadır. Yəni təqribən Ölü dəniz sahillərindən davam edir ta Zambezi çayına qədər. Bu ərazidə böyük sınma zonasıdır və belə deyək, Afrikanın bu hissəsi demək olar ki, Afrikadan ayrılır və müəyyən bir müddətdən sonra, müəyyən yüzilliklərdən, minilliklərdən, milyon illərdən sonra artıq bu ərazi tamamilə Afrikadan ayrılacaq və müstəqil bir əraziyə çevriləcəyi güman edilir. Afrikanın şərq hissəsində biz əsas danışa bilərik Efiopiya yaylası, buranın əsas relyef formasıdır. Həmçinin Şərqi Afrika yaylası. Şərqi Afrika yaylasında Afrikanın ən hündür nöqtəsi olan Kilimanjaro vulkanı yerləşir. Kilimanjaro vulkanı fəaliyyətdə olan vulkandır və hündürlüyü 5895
metrdir. Həmçinin Afrikanın ən alçaq nöqtəsi isə Assal gölü səviyyəsidir. Təqribən mənfi 157 metr buranın demək mənfi 157 metr çökəkliyi burada qeydə alınır. Afrikanın cənub hissəsinə diqqət yetirsək, Afrikanın cənubunda biz əsas iki qədim dağ haqqında danışa bilərik. Əjdaha və Kap dağları. Bu dağlar deməli qədim dağlardır, Paleozoy erasında yaranmışdır və Kaledon Hertsin qırışıqlığına aid olan dağlar hesab olunurlar və qədim ərazilərdir. Həmçinin Afrikanın cənubunda biz Kalahari səhrasını nümunə göstərə bilərik ki, burada da yenə də küləklərin fəaliyyəti özünü geniş formada göstərir və belə deyək, dünyanın ən çox qum toplanan səhralarından biri hesab edilir. Afrika təbii sərvətlərlə də zəngin olan ərazidir. Xüsusən Afrikanın şimalında biz neft-qaz ehtiyatları yəni çox yayıldığını bilirik. Həmçinin fosforit ehtiyatları burada çoxdur. Bununla yanaşı biz Atlas dağlarında filiz faydalı qazıntıların da yəni olduğunu qeyd edə bilərik. Yəni burada xüsusən dəmir ehtiyatları Liberiya və Mavritaniya ərazisində, Afrikada dəmir ehtiyatları geniş yayılmışdır. Təbii qaz ehtiyatları deməli Misir, Əlcəzair, Liviya, həmçinin Nigeriya bu kimi ərazilərdə neft-qaz ehtiyatları ilə zəngin olan ərazilərdir. Həmçinin Cənubi Afrika Respublikası isə qızıl, almaz kimi təbii sərvətlərlə zəngindir. Afrikanın mərkəzi hissələrində isə biz bilirik ki, yəni böyük mis qurşağı burada yerləşir və Zambiya, Kongo Demokratik Respublikası kimi ölkələrin ərazisində böyük mis ehtiyatlarına rast gəlmək mümkündür. İndi isə keçək Avstraliya materikinə. Bilirik ki, Avstraliya sahəsinə görə ən kiçik materikdir və Avstraliya cənub və şərq yarımkürələrində yerləşir. Avstraliyanın ən ucqar nöqtələrinə şimalda York, cənubda cənub-şərq burnu, şərqdə Byron, qərbdə isə Steep Point burunlarını nümunə göstərə bilərik ki, bu burunların hamısı təbii ki, Avstraliyanın ərazisində yerləşir. Çünki burada bir ölkə var, Avstraliya. Avstraliyanı biz relyefinə görə əsas 3 hissəyə bölə bilərik. Avstraliyanın qərb hissəsi, mərkəzi hissəsi və şərq hissəsi. İlk öncə biz Avstraliyanın qərb hissəsinə baxsaq, Avstraliyanın qərb hissəsində yerləşən əsas relyef vahidinə biz Qərbi Avstraliya yaylasını nümunə göstərə bilərik ki, Qərbi Avstraliya yaylası qədim platforma zonasıdır və burada qalxanlar yerləşdiyi üçün çoxlu filiz faydalı qazıntılarla, xüsusən dəmir ehtiyatları ilə həddən artıq zəngin olan bir ərazidir. Yəni buranın əsas təbii sərvətlərinə biz dəmir ehtiyatları nümunə göstərə bilərik. Həmçinin Avstraliyanın qərb hissəsində qədim dağlar olan Hamersli dağları yerləşir. Böyük qumlu səhra, Böyük Viktoriya səhrası buranın əsas relyefini təşkil edir. Böyük qumlu və Böyük Viktoriya səhrası kimi ərazilərdə deməli çoxlu belə deyək, eol relyef formalarına rast gəlinir. Bu eol relyef formalarına biz barxanları, duyunları, qum təpələri nümunə göstərə bilərik ki, bu ərazinin ən əsas relyef vahidləridir və əlbəttə ki, bildiyimiz kimi Avstraliya dünyanın ən quru ərazisi olduğu üçün bu eol relyef formaları, yəni səhralar çox olduğu üçün eol relyef formaları da geniş yayılmışdır. Biz Avstraliyanın mərkəzi hissələrinə diqqət yetirsək, Avstraliyanın mərkəzi hissəsi də əsasən belə deyək, müəyyən əsas yaylalardan ibarət olan ərazi hesab olunur və burada quru ərazi olduğu üçün əsasən arid denudasyon relyef formalarına, müvəqqəti axarların yaratdığı arid denudasyon relyef formalarına, həmçinin küləyin yaratdığı eol relyef formalarına geniş formada biz rast gələ bilərik. Həmçinin burada qədim dağlar olan Magdonalds dağları yerləşir ki, bu dağlarda qədim dağlar hesab olunur. Həmçinin burada Uluru massivi deyilən bir ərazi yerləşir ki, Uluru massivinin də təqribən hündürlüyü 350 metrə yaxın olur və qırmızı qumlarla örtülmüş ərazilər hesab edilir. Avstraliyanın mərkəzi hissəsinin şimalında Carpentaria körfəzi ətrafında biz Carpentaria ovalığından danışa bilərik. Burada Carpentaria ovalığı, həmçinin Barkley platosu yerləşir. Bir də ki, Böyük Avstraliya körfəzinin ətrafında isə Nullarbor düzənliyi buranın ən əsas düzənliklərindən hesab olunur. Avstraliyanın ən alçaq nöqtəsi olan Eyre gölü ətrafı da bu ərazidə yerləşir. Bu mənfi 16 metr təşkil edir. Avstraliyanın şərq hissəsinə baxsaq, Avstraliyanın şərq hissəsində Avstraliyanın ən böyük dağları olan Böyük su ayrıcı dağları yerləşir. Böyük su ayrıcı dağları gördüyünüz kimi Sakit Okean sahillərində yerləşir və Avstraliyanın həmçinin iqliminə də təsir göstərən bir dağdır.
Böyük su ayrıcı dağlarında ən hündür zirvəsi Kostuşko zirvəsidir, 2228 metrdir və böyük su ayrıcı dağları qədim dağlardır, Paleozoy erasında yaranmışdır. Kaledon Hertzin qırışıqlığına aid olan dağlar hesab edilir. Deməli, Avstraliyada həmçinin biz mərkəzi ovalıqlardan danışa bilərik. Adı mərkəzi ovalıq olsa da, əslində materikin şərq hissəsində yerləşir və çökmə suxurlardan ibarət olan ərazidir. Həmçinin Murray və Darling çaylarının gətirdiyi çökmə suxurlardan formalaşan, biz burada Murray-Darling ovalığında buranın əsas relyef vahidinə aid edə bilərik. Bayaq qeyd etdiyimiz kimi Avstraliya ərazisi təbii sərvətlərlə çox zəngin olan bir ərazidir. Xüsusən filiz faydalı qazıntıları burada zəngindir. Dəmir, boksit, uran, qızıl kimi ehtiyatlar buranın əsas təbii sərvətləri hesab olunur.